Qrafa əsasən dövrələrin sayı ilə A təpəsindən F təpəsinə gedən müxtəlif yolların sayını tapın. Baxaq, əvvəlcə dövrələri yazaq. Dövrələr bizdə hansılardır? A, B, C, Y, D, A. Baxın bu dövrə. Daha sonra növbəti dövrümüz C, Y, F, C dövrüdür. Baxın bu formada. Və sonlara ümumi baxsaq bütöv qrafa A, B, C, F, Y, D, A dövrüdür ki, baxın o da bu formadadır. Deməli 3 dənə dövrüm var. 3 dənə dövrəm var. Gəlin qeyd edək. 3 dövrəm var. İndi gəlin yollara baxaq. A təpəsindən F təpəsinə gedən yollara. Hansı yollarım var? A, B, C, F yolum var. A, B, C, F yolum. Sən sonda belə də gəlmək olar. C-dən Y-yə gələrəm, sonra F-ə gələrəm. Yəni ki, A, B, C, Y, F yolu. B-dən gedə biləcək mümkün yolları çəkdik. Daha sonra indi A-dan gedəcək. A-dan sonra D-yə gedəcək yollara baxaq. A, D, Y, F yolum var. A, D, Y, F yolu. Sonra da deyə bilərəm, Y-dən də C-yə gedib sonra F-ə gələ bilərəm. Onlar A, D, Y, C, F yolu. Deməli, ümumilikdə neçə dənə yolum var? 4 dənə müxtəlif yolum var. Bunların cəmisi nə verir bizə? 7. Bu da edir bizdə B variantı.